Bismillah. Bugün cümə günü, günlərin ən üstünüdür. Bu ay Ramazan ayıdır, bütün ayların sultanıdır. Həm bu ay münasibətilə, həm də cümə günü münasibətilə əziz müsəlmanları səmimi qəlbdən təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzu edirəm. Allah onların itaətin, ibadətlərin qəbul eləsin. Allah onları şər şeytandan, quru böytandan, bədbəxt hadisələrdən, bədnəzərdən hifz eləsin. Yerin göyün Rəbbi olan Allah onları La ilahə illallah kəlməsindən aralı salmasın. La ilahə illallah kəlməsi cənnətin haçarıdır. Allah onları Qur'andan, Əhl-i Beytdən, əzəmətli əxlaq üzrə olan Peyğəmbər Salavatullahdan, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər Salavatullahdan aralı salmasın. Allah Quran-ı Kərimin Şəms surəsində buyurur ki, mən insanın fitrətin iki hissəyə böldüm, ficura və təqvaya. Əziz qardaşlar, kim ficur tərəfini tutarsa, o insan ego ilə, nəfs-i əmmarə ilə şeytanın qardaşı olar. Yəni, daxili aləmində ficur ağacı böyüdər, bədəni ficurlaşar, fitrəti ficurlaşar, Allahdan, dindən, imandan uzaq olar. Kim təqva tərəfini tutarsa, insanın bir hissəsi də təqvadır. O təqva ağacını böyüdərsə, ona bağbanlıq eləyərsə, insan gözəlləşər, kamilləşər, insan əməli salih olar. İnsan əməli salih olandan sonra, gözəl əməli salih olandan sonra o həm insanlara, həm özü səbirli olar, həm səbri tövsiyə elər, həm özü ədalətli olar, həm ədalətli olmağı təvsiyə edir. Çünki Allah Quran-ı Kərimin Əsr surəsində buyurur bunu. Vəl-əsr innəl insana ləfi xusur illəl-ləzine əmənu və əmilu-salihati və təvasəb bil-haqqi və təvasəb bil-səbr. Haqqı tövsiyə eləyər, səbri tövsiyə elər, özü də haqlı olar, haqq yolu tutar. Haqq yolda olan insan ancaq əzəmətli əxlaqın bir hissəsini əldə edə bilər. Mən sizi təbrik edirəm bu ay münasibəti ilə, bu cümə günü münasibəti ilə əxlaqlı olun və Allaha lazım olan ən əsas məsələ insanın təqvasıdır. Təqvazı artırın.